Salam hörmətli müəllimlər. Bugünkü dərsimiz futbol oyunu olacaq. Futbol oyunun tarixinə, sözünün mənasına ilk öncə nəzər yetirək. Futbol sözünün mənası İngilis dilindəki foot ayaq, ball top sözlərinin birləşməsindən əmələ gəlmişdir. İdmanın kralı hesab olunan futbol digər idman növlərindən öz dinamikliyi ilə fərqlənir. Futbol idman növlərinin kralı hesab olunur. Futbolun vətəni İngiltərə sayılır. 1848-ci ildə Cambridge Universitetində Cambridge qaydaları tərtib edildi. 1863-cü ildə isə rəsmən futbol yaradıldı və İngiltərədə yaradıldı futbol. İdarəetmə orqanları nəzərə yetirək, futbolun idarəetmə orqanlarına nəzərə yetirək, FIFA və UEFA-ya nəzərə yetirək. FIFA, Beynəlxalq Futbol Federasiyası Asosiasiyası 1904-cü ildə Parisdə yaradılıb, prezidenti də Gianni Infantino'dur. UEFA Avropa Futbol Federasiyası Asosiasiyası 1954-cü ildə yaradılıb, yaradıcısı da Alexander Çeferindir. Qaydaların işlənməsi və təkmilləşdirilməsi üçün bu qurumlar tərəfindən tənzimlənir. Yəni futbol qaydaları FIFA və UEFA tərəfindən tənzimlənir. Böyük turnirlər və çempionatları nəzərə yetirək, hörmətli müəllimlər. Futbol üzrə bir neçə böyük turnirlər var ki, onlardan da biri dünya çempionatı, Avropa çempionatı və Olimpiya oyunlarıdır ki, dünya çempionatı ilk dəfə 1930-cu ildə Uruguayda təşkil olunub və qalib Uruguay komandası olub. Son dünya çempionatı 2022-ci ildə Qətərdə təşkil olunub, qalib Argentina komandası olub və 4 ildən bir təşkil olunur. 48 ölkənin iştirakı ilə. İlk Avropa çempionatı 1960-cı ildə təşkil olunub, qalib SSR komandası olub. Son Avropa çempionatı isə 2024-cü ildə təşkil olunub, qalib İspaniya komandası olub. Bunun da formatı 4 ildən bir təşkil edilir və 24 ölkə iştirak edir Avropa çempionatında. Olimpiya oyunlarının proqramına isə 1900-cü ildə qeyri-rəsmi olaraq daxil edilib, 1908-ci ildən isə rəsmən Olimpiya idman növü hesab edilir. Qaydalar tarixini nəzərə yetirək. Hansı tarixdə hansı qaydalar tərtib olunub? 1878-ci ildə hakimlər ilk dəfə fitdən istifadə edib. 1891-ci ildə 11 metrik cərimə zərbəsi qaydaları tərtib olunub. 1970-ci ildə isə Meksikada keçirilən dünya çempionatında hakimlər kartdan istifadə ediblər. Azərbaycanda futbolun inkişaf tarixini nəzərə yetirək. Azərbaycanda ilk futbol komandası Britaniya komandası oldu. 1928-ci ildə ilk Azərbaycan çempionatı, 1936-cı ildə isə ilk Azərbaycan kuboku, 1992-ci ildə AFA yaradıldı, Azərbaycan Futbol Federasiyası Asosiasiyası yaradıldı. 1994-cü ildə isə həm FIFA-ya, həm də UEFA-ya üzv kimi qəbul edildi. Azərbaycan Futbol Federasiyasının prezidenti də Rövşən Nəcəfdir. Azərbaycan klublarından Neftçi, Qarabağ, Qəbələ, Sabah və digər klublarımız mövcuddur. Futbol meydansası nəzərə yetirək, hörmətli müəllimlər. Futbol meydansası düzbucaqlı olub, yan və qapı xətləri ilə hüdudlanır. Yan xətlərimiz və qapı xətlərimiz. Meydançanın uzunluğu 90-120 metr, eni isə 45-90 metr. FIFA tərəfindən tövsiyə olunan meydançanın ölçüləri var ki, yəni bu ölçülərdə olsa daha uyğun hesab edilir. Meydançanın uzunluğu 105 metr, eni isə 68 metr FIFA tövsiyə edir. Meydança mərkəz xətti ilə 2 hissəyə bölünür. Mərkəz xəttinin ortasında mərkəzi nöqtə qeyd olunur və çevrəsi göz çəkilir burada. Bu çevrənin radiusu 9 metr 15 santimetr təşkil edir. Meydançada olan bütün xətlərin, gördüyümüz meydançada bütün xətlərin eni 12 santimetrdir.
Qapı və qapı meydançasını nəzərə yetirək, hörmətli müəllimlər. Futbol meydançasında qapı və qapı meydançasını nəzərə yetirək. Futbol meydançasına qapının hündürlüyü 2 metr 44 sm, eni isə 7 metr 32 sm təşkil edəcək. Qapı meydançası, qapı dirəklərindən 5,5 metr sola, 5,5 metr sağa fərqlərinə işarələnir. Eynən mərkəz xəttə tərəf 5,5 metr irəli, 5,5 metr irəli fərqlərinə işarələnir. Bu xəttin də ümumi uzunluğu 18 metr 32 sm təşkil edəcək. Yəni 18 metr 32 sm hardan əldə etdik? 5,5 metr sağa, 5,5 metr sola. Cəmi elədi 11 metr. Üstünə də gəldik qapının ölçüsünü 7 metr 32 sm. Bunu da cəmi elədi 18 metr 32 sm. Qapı meydançası hansı fəaliyyətlər yol verilməz olan nəzərə yetirək. Qapı meydançasında, bu gördüyümüz qapı meydançasında müdafiə olunan komandanın qapıçının fəaliyyətinə mane olmaq olmaz. Həmən bu gördüyümüz qapı meydançasında. Yəni qapıçı bir növ həmən bu qapı meydançasında bir növ toxunulmaz şəxsdir. Qapıçıya qarşı təhlükəli oyun, qapıçının qarşısında dayanıb qol vurmağa şərait yaratmaq falan bu cür fəaliyyətlər qapı meydançasında yol verilməzdir. Cərimə meydançası nəzərə yetirək, hörmətli müəllimlər. Futbolda cərimə meydançasına nəzərə yetirək. Cərimə meydançası qapı dirəyindən sağa, qapı dirəyindən sola 16,5 metr xətlərlə işarələnir. Eynən mərkəz xəttə tərəf. Eynən 16,5 metr. Burada da 16,5 metr xətlərlə işarələnir. Bu xəttin də ümumi uzunluğu 40 metr 32 sm təşkil edəcək. Yəni 40 metr 32 sm hardan aldığı burada? 16,5 metr sağa, 16,5 metr sola. Elədik 33 metr cəmi. Qapının da ölçüsünü gəldi 7 metr 32 sm üstünə, elədi 40 metr 32 sm təşkil etdi. Burada müdafiə olunan komanda tərəfindən qayda pozuntuları 11 metrlik cərimə zərbəsi ilə, bəzi hallarda isə sərbəst zərbə ilə yekunlaşır. Yəni bu cərimə meydançası daxilində müdafiə olunan komandanın oyunçuları, yəni müdafiə olunan komanda mənəmsə, mən bu cərimə meydançasında rəqib oyunçulara qarşı, hücum edən komandaya qarşı kobulluq etsəm əgər, mənim qapıma 11 metrlik cərimə zərbəsi tətbiq ediləcək. Yəni cərimə meydançasında, bu gördüyümüz cərimə meydançasında müdafiə olunan komandanın oyunçuları qaydanı pozsa, əllə oynasa, qapıcıdan başqa təbii ki, əllə oynasa, rəqibin oyunçularına təhlükə yaratsa, itələsə, vursa, yəni 11 metri cərimə zərbəsindən yekunlaşacaq. Cərimə meydançasından yalnız kim əllə oynaya bilər? Müdafiə olunan komandanın qapıçısı əllə oynaya bilər. Yəni müdafiə olunan komanda mənəmsə, mənim qapıçım bu cərimə meydançasında əllə oynaya bilər. Yəni hücum edən komandanın, o biri komandanın qapıçısı gəlib bu cərimə meydançası əllə oynamaq ixtiyarı yoxdur. Yeganə əllə oynamaq ixtiyarı olan şəxs bu cərimə meydançasında müdafiə olunan komandanın qapıçısıdır. Təbii ki, o biri qapıda da o biri müdafiə olunan komandanın qapıçısı əllə oynaya bilər. Deməli, bir də burada bir belə qayda var ki, qapıçı həmən bu cərimə meydançasında topu əlinə tutdu, 8 saniyədən artıq saxlaya bilməz. Cərimə meydançasında qapıçı topu əlinə götürdü, dediyi əlinə oynama ixtiyarı olan yeganə şəxs müdafiə olan komandanın qapıçısıdır. Qapıçı topu əlinə götürülürsə, 8 saniyədən artıq cərimə meydançasında öz əlində saxlaya bilməz. Yəni mütləq topu verməyin. Əgər 8 saniyədən artıq saxlayarsa, sərbəst zərbə təyin olunacaq. Deməli, bir də burada belə qayda var ki, öz komanda yoldaşı tərəfindən bilərəkdən ona ötürülən, ona ayaqla ötürülən topu əlinə götürə bilməz. Yəni mənim komandamın qapıçısı burada dayanır, cərimə meydançası daxilində. Mən oyunçu olaraq bilərəkdən öz komanda yoldaşıma, qapıçıya topu ayaqla ötürürəmsə, qapıçı topu əlinə götürə bilməz. Əlinə götürsə əks halda sərbəst zərbə təyin olunacaq.
Yəni bir növ onu yubalmaq sayılır bu. Ki mən qapıçıya topu atıram ayağımla, qapıçı əlinə götürür. Təkrar mən atırım, mən tezdən qapıçıya atıram, qapıçı topu əlinə götürür. Yəni bu qayda yol verilməzdir. Yəni qapıçı ayağla oynaya bilər. Yəni öz komanda yoldaşından, bilərəkdən. Yəni mən bilə-bilə topu pas verirəm qapıçıma. Təbii ki, rəqibdən gələn topu əlinə götürə bilər qapıçı. Ancaq öz komanda yoldaşından söhbət gedir. Mənim komanda yoldaşım qapıçıdır. Mən qapıçıya ayaqla topu atıramsa, qapıçı topu əlinə götürə bilməz cərimə meydançası daxilində. Ayaqla. Ancaq başla bədənin digər nahiyəsini, əldən başqa təbii ki, ələ toxunmaq qayda pozuntusudur. Ayaqla, ayaqdan başqa bədənin bütün nahiyəsinə, kürəyinə, başla, çiyinlə qapıçıya topu bilərəkdən də ötürsəm, qapıçı topu əlinə götürə bilər. Ancaq ayaqdan başqa. Mən qapıçıya topu ayağına ötürəmsə, qapıçı topu əlinə götürə bilməz. Əks halda sərbəst zərbə təyin ediləcək. Cərimə meydançası haqqında məlumat verdik. Keçən növbəti 11 metrlik cərimə zərbəsi haqqında danışaq hörmətli müəllimlər. 11 metrlik cərimə zərbəsi. 11 metrlik cərimə zərbəsi nə vaxt təyin olunur? Onu vurğuladıq ki, cərimə meydançası daxilində müdafiə olunan komandanın oyunçuları, yəni müdafiə olunan komandanın oyunçuları hücum edən komandanın oyunçularına qarşı kobulluq edərsə, yəni itələyərsə, vurarsa, qapıçıdan başqa digər oyunculardan biri əllə oynayarsa, rəqib komanda 11 metrlik cərimə zərbəsi vurmaq hüququna malik olacaq. Demək, cərimə meydançası daxilində müdafiə olan komandanın oyuncuları kobul oynayarsa, əl ilə rəqibə təhlükə yaradarsa və s. 11 metrlik cərimə zərbəsi təyin edilir. Cərimə meydançası daxilində qapı dirəkləri arasında mərkəz nöqtədən 11 metrlik mərkəz nöqtədən 11 metrlik məsafə təyin olunur. Cərimə meydançasının ətrafında radiusu 11 metrlik məsafənin radiusu 9,5 metr olan yarımqövs çəkilir. 11 metr cərimə zərbəsi zamanı icra edilən zaman bütün oyuncular, yəni burada müdafiə olunan, hücum edən komandanın oyuncularına söhbət edilir. Bütün oyuncular həmən bu 11 metrlik nöqtədən 9 metr 15 santimetr aralıqda durmalıdır. Yəni bu qövs ona xidmət edir ki, 11 metr cərimə zərbəsi zamanı bütün oyuncular, fikir verin, zərbəni yerinə yetirən oyuncu cərimə meydançası daxilindədir və digər oyuncular həmən bu cərimə meydançasının xaricində və bu qövsdə daxil çöldə dayanıblar. Bir hakim dayanıb orada, bir də qapıçı dayanıb. Bir də bu hissəni təşkil edən hörmətli müəllimlər, burada 11 metr cərimə zərbəsi nə vaxt təyin olunur? Müdafiə olunan komandanın oyuncuları, yəni müdafiə olunan komanda mənəmsə, mən hücum edən komandanın oyuncularına qarşı, cərimə meydançasında kobud oynayaramsa, əl ilə rəqibi itələmək, rəqibi vurmaq, açıq qol şansından məhrum edirəmsə, rəqib komandanı, mənim qapıma 11 metrlik cərimə zərbəsi təyin olunacaq. Dedik, 11 metrlik cərimə zərbəsində rəqib oyuncular, rəqib yox, bütün oyuncular 11 metrlik cərimə zərbəsi zamanı bütün oyuncular topdan 9 metr 15 santimetr aralıqda durmalı. Bütün oyuncular. Yəni bu yarımqövs də ona xidmət edir ki, bu yarımqövs 11 metrlik nöqtədən 9,5 metrlik yarımqövslə işarələnib ki, bütün oyuncular, yəni fikir verin, burada zərbəni yerinə yetirən oyuncudan başqa qalan bütün oyuncular, istər zərbəni vuran oyuncuların komanda yoldaşı olsun, istəyir müdafiə olan komandanın oyuncuları olsun, yəni qapıçıdan başqa təbii ki, yəni bütün oyuncular həmən bu cərimə meydançasının xaricində və həmən bu yarımqövsdən kənarda dayanmalıdır. Zərbə yerinə yetirən ana qədər bura daxil olmaq qadağandır. Digər qaydaları nəzərə yetirən 11 metr cərimə zərbəsində qapıçının fəaliyyəti nəzərə yetirək ki, qapıçı hansı vəziyyətdə olmalıdır? Qapıçının vəziyyəti zərbə yerinə yetirilən an müdafiə olunan komandanın qapıçısının
bir ayağının ən az bir hissəsi, ayağının ən az bir hissəsi qapı xəttinə toxunmalıdır. Yəni zərbə yerinə yetirilən ana qədər, zərbə yerinə yetirilməmiş qapıçı həmin o xəttdən öndə dayana bilməz. Mütləq xəttin üstündə dayanmalıdır ki, top ayaqdan çıxana qədər qapıçı həmin o xətti tərk edə bilməz. Bax, fikir verin həmin o qapıçının fəaliyyətinə. Qapıçıya fikir verirsiniz burada. Qapıçı harada dayanıb? Düz xəttin üstündə. Xəttin üstündə. Qapı xəttinin üstündə dayanıb. Yəni zərbə yerinə yetirilənə qədər qapıçı o xətti tərk edə bilməz. Yəni tərk etməyə qadağandır qapıçının. Yəni əks halda nələr baş verəcək? Onlarla bir-bir nəzər yetirəcək. Yəni oyuncusu 11 metr zərbə zərbəsini vurur, qapıçı da harada dayanmalıdır? Qapı xəttinin üstündə dayanmalıdır. Əks halda hansı qərar alınacaq? Onlara baxaq. Zərbəni yerinə yetirən oyuncusu topa başqa bir oyuncu toxunmamış təkrar toxuna bilməz. Yəni zərbəni yerinə yetirən mənimsə topa, mən zərbəni vurdum. Başqa heç kim topa toxunmamış, mən təkrar topa toxuna bilmərəm. Zərbəni yerinə yetirən oyuncusu topa başqa bir oyuncu toxunmamış, ona təkrar toxuna bilməz. Top qapı dirəyindən dəyib qayıtsa belə toxuna bilməz. Yəni qapı dirəyi oyuncu sayılmır. Qapı dirəyi canlı oyuncu sayılmır. Qapı dirəyi çərçivəsinə top dəyib qayıtsa belə mən təkrar topa toxuna bilmərəm. Fərz edək ki, burada mən zərbəni vurdum. Top dəydi qapı dirəyinə, qayıtdı təkrar mənə. Mən topa toxuna bilərəm? Xeyr. 2 topmuş sayılacaq. 2 topmuş sayılacaq. Yəni topa başqa bir kimsə toxunmamış, mən topa təkrar toxuna bilmərəm. Komanda yoldaşlarım, digər oyuncular qapı dirəyinə dəyib qayıtmışsa toxuna bilər. Toxuna bilər. Ancaq mən özüm təkrar topu vurdum, dəydi qapı dirəyinə, qayıtdı təkrar mənə. Toxuna bilmərəm, olmaz. Əgər topu vurdum, qapıçı qaytarıbsa toxuna bilərəm. Çünki qapıçı oyuncusu hesab olunur. Rəqib komandam olsun, öz komandam olsun, oyuncusu hesab olunur. Yəni vurdum topu 11 metr zərbə zərbəsindən, topu qapıçı qaytardı. Təkrar mən toxuna bilərəm. Ancaq dirəyə dəyib qayıdıbsa, yox, olmaz. 11 metrlik cərimə zərbəsi yalnız irəli olmalıdır. Bəli, 11 metrlik cərimə zərbəsi yalnız irəli olmalıdır. Arxaya vurulan tədbirdə belə qol olsa qeydə alınmır. Yəni arxaya vursam belə, arxa tərəfə 11 metr zərbəsini vursam belə, qol olsa belə qeydə alınmır və sərbəst zərbə təyin edilir. Ötürmə etmək olar yalnız irəli. Arxaya ötürmə etmək olmaz. İndi bu qaydaya nəzər yetirək əyami olaraq. 11 metri zərbə zərbəsi hara vurulmalıdır? Yalnız irəli. İrəli vurulmalı. Arxaya vurmaq olmaz. Ancaq irəli. 11 metri cərimə zərbəsindən ötürmə etmək olar. O da yalnız irəli. Mən komanda yoldaşlarımla sözləşirəm ki, yəni burada bir ev tapşırığı deyilən bir qayda var ki, yəni ondan istifadə etmək. Komanda yoldaşlarımla sözləşirəm ki, misalsın, mən səni ötürmə edəcəm. Sən zərbə ayağından çıxana gəlib vurarsan topu qapıya. Yəni komanda yoldaşımla sözləşirəm. Yəni onun arxaya etmək olmaz. Yəni necə? Onu da izah verim sizə. Bax, ötürmə. Bundan kənar arxa sayılır. Ötürmə. İrəli. İrəli gedir hamısı. Hamısı irəli gedir. Hamısı irəli sayılır. Yəni mən komanda yoldaşımla sözləşirəm ki, mən səni ötürmə edəcəm və sən gəlib zərbəni vuracaqsan qapıya. Olar bu qayda. Ancaq arxaya ötürsəm olmaz. Arxaya pas vermək olmaz. Bu arxaya ötürsəm belə, komanda yoldaşım qapıya vursa belə qol qeydə alınmayacaq. Ötürmə etmək olar. Ancaq irəli, zərbədə ancaq irəli olmalıdır. Keçək, növbəti qaydası nəzərə yetirək. Qol qeydə alınır. 11 metr cərimə zərbəsi zamanı qol qeydə alınıra nəzərə yetirək. Zərbə yerinə yetirilən zaman qapıçı qaydanı pozarsa və top qapıya daxil olarsa,
Mən zərbəni yerinə yetirəm. Qapıçı qaydanı pozdu və top qapıya daxil oldu. Qol qeydə alınır. Müdafiə olunan komandanın oyunçuları zərbə yerinə yetirilənə qədər, zərbə yerinə yetirilən zaman qaydanı pozarsa, necə qaydanı poza bilər? Yəni, cərimə meydançasına daxil olarsa, top qapıya daxil olarsa, qol qeydə alınacaq. Mən 11 metri cərimə zərbəsini vururam. Qapıçı da mən zərbənin yerinə yetirməmiş, qaydanı necə poza bilər? Xəttdən qabaqda dayana bilər. Həmin o qapı xəttindən qabaqda dayana bilər. Mən zərbəni vururam, qapıçı qaydanı pozur, ancaq top qapıya daxil olur. Qapıçı qaydanı pozdu, top qapıdadır. Qol qeydə alınacaq. Yəni, qapıçı qaydanı pozsa belə fərq etmir. Mən artıq qolumu vurmuşum. Və yaxud müdafiə olunan komandanın oyunçuları. Müdafiə olunan komandanın oyunçuları fikir verin. Ağ formalı oyunçu zərbəni yerinə yetirir. Qırmızı formalı oyunçular da müdafiə olunan komanda. Zərbə yerinə yetirilən an. Zərbə yerinə yetirilən an. Top ayaqdan çıxmamış. Bu həmən qırmızı formalı oyunçular. Bu cərimə meydançası. Mən zərbəni yerinə yetirməmişəm. Zərbəni yerinə yetirməmiş. Həmən bu qırmızı formalı oyunçular. Cərimə meydançasına daxil olarsa və mən zərbəni yerinə yetirəndən sonra top qapıya daxil olsa, qoldur. Yəni, onun heç bir önəmi yoxdur. Yəni, mən zərbəni yerinə yetirmişəm, top qapıya daxil olub və həmən o müdafiə olunan komandanın oyunçuları və yaxud da qapıçısı qaydanı pozub, yəni, heç bir önəm kəsb etmir, qol qeydə alınır. Növbəti qaydası nəzərə yetirək. Zərbə nə vaxt təkrar yerinə yetirilir? 11 metri zərbə zərbəsi alınır. Zərbə nə vaxt təkrar yerinə yetirilir? Qapıçı qaydanı pozub topu geri qaytararsa. Zərbəni yerinə yetirin. Qapıçı qaydanı pozub topu geri qaytarır. Zərbə təkrar yerinə yetirilir. Müdafiə olunan komandanın oyunçuları zərbə yerinə yetirilməmiş. Cərimə meydançasına daxil olarsa və qol olmasa. Yəni, həmən o bayaq dediyimiz qaydanın əksinə. Qapıçı qaydanı pozdu, top qapıya daxil oldu, qoldur. Qapıçı qaydanı pozub topu qaytarırsa, zərbə təkrarlanır. Müdafiə olunan komandanın oyunçuları zərbə yerinə yetirilməmiş, cərimə meydançasına daxil olarsa və qol olmasa. Yəni, mən zərbəni bayaq kiçik qaydanın əksinə. Mən zərbəni yerinə yetirirəm və top qapıya daxil olur, müdafiə olan komandanın oyunçuları qaydanı pozur. Yəni, cərimə meydançasına daxil olur. Qoldur. Əgər müdafiə olunan komandanın oyunçuları zərbə yerinə yetirilməmiş, cərimə meydançasına daxil olarsa və qapıçı topu qaytararsa, yəni kənara getsə, heç. Qapı çərçivəsindən kənara getsə, təkrarlanmır. Qapı çərçivəsindən kənara getsə. Ancaq qapı çərçivəsində daxil olarsa, qapıçı topu qaytararsa, eyni anda həmən o müdafiə olunan komandanın oyunçuları cərimə meydançasına daxil olarsa, zərbə təkrarlanacaq. Zərbə yerinə yetirilən zaman, zərbəni yerinə yetirən oyunçunun komanda yoldaşları zərbəni yerinə yetirilməmiş, cərimə meydançasına daxil olarsa, qol olarsa, zərbə təkrar yerinə yetirilir. İndi ona nəzərə yetirək, o qaydaya baxaq. Deməli, bayaqki qayda dedik ki, qol nə vaxt qeydə alınır? Yəni, qaydalar çərçivəsində necə? Bu 11 metri cərimə zərbəsi yerinə yetirən oyuncu topu vurur qapıya, qapıçı qaydanı pozsa belə, müdafiə olunan komandanın oyuncuları qaydanı pozsa belə, top qapıya daxildirsə, giribsə qoldur. Əksi, qol nə vaxt qeydə alınmır, zərbə təkrarlanır. Qapıçı qaydanı pozub topu qaytarır, zərbə təkrarlanır. Qapıçı qaydanı pozdu, topu qaytardı, zərbə təkrarlanacaq. Eyni anda müdafiə olunan komandanın oyuncuları var, qırmızı formalılar, ağ formalı zərbəni yerinə yetirən oyuncu. Müdafiə olunan komandanın oyuncuları zərbə yerinə yetirilir, bunlar cərimə meydançasına daxil olur və qapıçı da topu qaytarır. Zərbə təkrarlanır. Qapıçı topu qaytarır. Ancaq qapıdan kənara getsə, təkrarlanmır. Yəni ki, mən zərbəni vurmuşam kənara. Zərbə təkrarlanır. Bir də mənim komanda yoldaşlarım ağ formalılar.
A formalı oyuncular. Mən zərbəni vururam, top qapıya daxil olur və eyni anda mən zərbəni yerinə yetirməmiş, mən topa ayağımı vurmamış, mənim komanda yoldaşlarım zərbə meydançasına daxil olur. Zərbə təkrarlanır. Topu mən qapıya vururam, top qapıya daxil olur və mən zərbəni yerinə yetirməmiş, mənim komanda yoldaşlarım zərbə meydançasına daxil olur. Zərbə təkrarlanır. Sonra növbəti qayda. Zərbə təkrar yerinə yetirilmir. Buna nəzər yetirək. Zərbə təkrar yerinə yetirilmir. Qapısı qaydanı pozub, lakin topu qaytarmıyorsun. 1. Zərbə yerinə yetirilən zaman müdafiə və ya hücum edən komandanın oyuncuları zərbə meydançasına daxil olub, eyni zamanda top meydandan kənara çıxıbsa, qapı dirəyinə dəyib və yaxud da meydandan kənara çıxıbsa zərbə təkrarlanır. Deməli, nə vaxt təkrarlanmır zərbə? Mən 11 metrik zərbəsini yerinə yetirirəm. Qapıcı da qaydanı pozur. Günah məndədir ki, mən 11 metrik zərbəsini vururam meydandan kənara. Təkrarlanmır zərbə. Qapıcı qaydanı pozub, topu qaytarmayıb ki, xeyr. Pozub, qaydanı pozub, topu qaytarsa təkrarlanır. Ancaq qapıcı qaydanı pozub, topu qaytarmayıbsa, mən 11 metrik zərbəsini kənara vurmuşamsa və yaxud da qapı dirəyinə vurmuşamsa, o günah mənimdir. Yəni, zərbə təkrarlanmayacaq. Yəni, qapıcı qaydanı pozub, topu qaytarmayıbsa əgər, mən də topu kənara vurmuşamsa, 11 metrik zərbəsi təkrarlanır. Bir də, mən yenə eyni qaydada topu kənara vurmuşam, topu kənara vuran zamanda istər mənim komanda yoldaşlarım, istər bütün burada kim varsa, bütün oyuncular, istər mənim komanda yoldaşlarım, istər rəqib komanda oyuncuları, mən topu vurmuşam kənara, bunlar da mən topa ayağımı vurmamış, zərbəni yerinə yetirməmiş, daxil olurlar zərbə meydançasına. Yəni, günah yenə də mənimdir ki, mən topu qapıya düzgün istiqamətləndirməmişəm. Yəni, qapıya düzgün istiqamətləndirsəm, top qapıya daxil olsa qol idi. Yəni, mən qapıya düzgün istiqamətləndirməmişəm. Top qapı dirəyini dəyib qayıdıb və yaxud da meydandan kənara çıxıb, qapıcı qaydanı pozub və yaxud da bütün oyuncular qaydanı pozub, zərbə meydançasına daxil olubsa, zərbə təkrarlanır. Yəni, 11 metrlik qaydaları bu edər. Adı bir cümlədir ki, 11 metrik zərbəsi görün nə qədər qaydalar var. Demək, 11 metrlik haqqında bu qədər hörmətli müəllimlər. Ümidvaram ki, hər şey aydın oldu sizə. Keçək kün zərbəsi haqqında məlumat əldə edək. Futbolda kün zərbəsi deyilən bir qayda var ki, bu qayda necə tətbiq olunur? Kün nöqtəsi meydanın yan xətlərə, meydanı həmən bu yan xətlərə birləşdirən qapı xətləri var. Bir bu qapıda, bir də o bir qapıdakı qapı xətləri var ki, həmən bu künclərdə də 4 dənə künc nöqtəsi var. 4 dənə künc nöqtəsi var. Deməli, hər küncdə 4 dənə bayraq sancılır. Hündürlüyü 1 metr 50 santimetr olan bayraq sancılır. Və o bayraq nəyə xidmət edir? Topun qapı xəttindən və yaxud da yan xəttdən çıxdığını müəyyən edir. Top künc bayrağını dəyib meydanda qalırsa, oyunda sayılır. Yəni, top deyirlər gəldi, künc bayrağına dəydi, meydanda qaldı, oyunda sayılır. Yəni, ta ki, meydana çıxsa, meydandan çıxmış hesab olunur. Deməli, künc nöqtəsinin radiusu da, qövsün radiusu, yarım qövsün radiusu 1 metr. 1 metrdir. Deməli, top son olaraq müdafiə olunan komandanın iştirakçısının toxunuşundan. Sonra qapı xəttini tam olaraq yerlə və yaxud da hava ilə keçibsə, qol olmayıbsa, küncdən zərbə yerinə. Top son olaraq kimdən? Müdafiə olunan komanda bu hissədə. Mənə, yəni fərz edək ki, bu da mənim qapısıdır. Mənim komandamın qapısıdır. Top mənim oyuncularımdır. Mənim oyuncularımdır. Bu qapı xəttini yerlə, hava ilə keçibsə, mənim oyuncularımdır. Misal üçün, mənim oyuncularım, deyək ki, mavi formalı oyuncular mənim komandamın oyuncularıdır. Mavi formalı oyuncular. Top mənim oyuncularımdan.
mavi formalı oyunculardan bir də qapısı da daxildir bura. Mənim oyuncularımdan top qapı xəttini yerlə və ya da hava ilə keçibsə tam olaraq, yəni təbii ki, qapıya daxil olmayıbsa, keçibsə tam olaraq ağ formalı oyuncular, yəni hücum edən komandanın oyuncuları ikinciden zərbə yerinə yetirəcək. Yəni cümlə olaraq deyim. Top son olaraq müdafiə olunan komandanın oyuncularından qapı xəttini yerlə, hava ilə tam keçibsə əgər, top qapıya daxil olmayıbsa əgər, hücum edən komandanın oyuncuları ikinciden zərbə yerinə yetirmək hüququna malikdir. İkinciden zərbə yerinə yetirilən zaman, deməli, burada bütün oyuncular yox, yəni müdafiə olunan rəqib oyuncular. İkinciden zərbəni ağ formalı oyuncusu yerinə yetirirsə, mavi formalı oyuncular topdan ən az 9 metr, 15 santimetr aralıqda dayanmalıdır. Minimum 9 metr, 15 santimetr aralıqda dayanmalıdırlar. Topu rəqib qapısına birbaşa topu vurmaq olar, qeyd alınacaq qol. Birbaşa rəqib qapısına vurulan top qeyd alınır. Üçüncü zərbədən oyundan kənar vəziyyət qeydə alınmır. Offside deyilən bir qayda var futbolda. Ona da baxacağıq. Üçüncü zərbədən oyundan kənar vəziyyət deyə bir qayda alınmır. Yəni oyundan kənar vəziyyət olmur üçüncü zərbədən. Əgər üçüncü zərbənin yerinə yetirən oyuncusu topu birbaşa öz qapısına vurarsa, yəni o təsadüf hallarda mən görməmişəm elə bir halın baş verdiyini futbolda. Sadəcə qayda olaraq var bu qayda ki, üçüncü zərbəni yerinə yetirən oyuncusu topu dedik birbaşa rəqib qapısına vurarsa, heç kimə toxunmadan qoldur. Topu birbaşa öz qapısına vurarsa, qol qeydə alınmır. Artıq gəlib mavi formalı oyuncular rəqibin qapısına üçüncü zərbə vuracaq. Rəqib tərəfə üçüncü zərbə yerinə yetirəcəklər. Öz rəqib qapısına vurarsa qoldur. Öz qapısına vurarsa artıq o biri komandanın oyuncuları gəlib o biri komandanın qapısında üçüncü zərbə yerinə yetirəcəklər. Üçüncü zərbə zamanı rəqib topdan dedik 9 metr 15 sm. Bir var bütün oyuncular. Bütün oyuncular 11 metrik zərbəsindəyik ki, bütün oyuncular, yəni rəqib, müdafiə olma, hücum edən bütün oyuncular topdan 9 metr 15 sm aralıdır. Bir də var rəqib oyuncular. Mənim rəqibim mavi formalılardır. Mənim komanda yoldaşım gəlib yanımda dayana bilər. Yəni, ona heç məhdudiyyət yoxdur. Ancaq rəqib oyuncular, mavi formalı komandanın oyuncuları topdan 9 metr 15 santimetr ən azı aralıqda dayanmalıdır. Üçüncü zərbə haqqında tanış olduq. Keçən növbəti qaydamıza baxaq. Qapıdan zərbə. Üçüncü zərbənin əksinə. Dedik ki, meydanda 4 dənə üçüncü nöqtəsi var. 4 dənə üçüncü nöqtəsi var. Hər üçüncüdə də bayraqlar sancılır. Bayrağın hündürlüyü 1 metr 50 santimetr dedik. Üçüncü nöqtəsinin radiusu 1 metrdir. Top son olaraq, yəni müdafiə olunan komandanın oyuncularının qapı xəttini çıxanda nə qeyd alındı? Üçüncü zərbə. Hücum edən komandanın oyuncularından qapı xəttindən çıxanda top son olaraq hücum edən komandanın oyuncusunun toxunuşundan sonra qapı xəttini yerlə və ya da hava ilə keçibsə, qol vurulmayıbsa, qapıdan zərbə təyin edilir. Yəni mən hücum edirəm rəqib qapıya. Hücum edən komanda mənəm. Mən hücum edirəm. Topu vurdum qapıya, top qapı çərçivəsinə daxil olmur, çıxır meydandan çölə. Təbii ki, qapı xəttindən. Bu bayraqla bu biri bayraq arasından olan məsafədə mən hücum edirəm. Hücum edən komanda mən hücum edirəm rəqib qapısına. Məqsədim nədir? Qol vurmaqdır. Topu vururam, top qapıya daxil olmur. Qapısı qaytarır, qapısının əlinə dəyir. Çıxır çölə və yaxud da mən zərbəni vururam, top elə çıxır hava ilə çölə və yaxud da yerlə çıxır, fərq etmir. Yerlə, hava ilə. Yəni qapı xəttini keçibsə, qol olmayıbsa, artıq müdafiə olan komandanın oyuncuları, müdafiə olan komanda qapıdan zərbə edir. Qapıdan zərbə. Qapı meydançası haqqında da tanış olmuş. Qapıdan zərbə edir.
Qapıdan zərbə. Hə. Qapıdan zərbə zamanı rəqib oyunçular cərimə meydan sahəsinin kənarında durmalıdır. Burada məsafə yoxdur ki, neçə metr aralıda durmalıdır. Qapıdan zərbənin yerinə yetirən oyunçu. Misal üçün deyək. Bu komandanın oyunçularıdır. Qapıdan zərbə yerinə yetirilən zaman ağ formalı oyunçular cərimə meydan sahəsinə daxil ola bilər. Cərimə meydan sahəsi dedik ki, bu hissədir. Cərimə meydan sahəsinə bu tünd mavi formalı oyuncular belə deyək, müdafiə olunan komandadır. Ağ formalı oyuncular isə hücum edən komandadır. Yəni top son olaraq bu ağ formalı oyunculardan meydançadan çıxıb ki, bu da bu bir komandalara qapıdan zərbəni yerinə yetirir. Qapıdan zərbə zamanı dedik ki, hücum edən komandanın oyuncuları cərimə meydançasının xaricində dayanmalıdır. Yəni 9 metr 15 sm burada məsafə yoxdur. Qapı cərimə meydançası aralıda durmalılar və qapıçı və yaxud da digər komanda yoldaşları qapıdan zərbəni yerinə yetirməlidir. Qapıdan zərbə də qapı meydançasının daxilində olmalı. Yəni ən əsas da bu xəttin çox vaxtı bu xəttin ön xəttin üzərindən topu yerinə yetirirlər. Yəni həmin o cərimə qapı meydançasının daxilində qapıdan zərbə ilə top oyuna daxil edilir. Yəni qapıcıdan başqa bütün komanda yoldaşları da fərq etmir. Yəni qapıdan zərbəni yerinə yetirə bilərlər. Yəni qapıcı yerinə yetirilməlidir deyə bir qayda yoxdur. Bütün oyuncular yəni öz komanda yoldaşlarının hər hansısa biri qapıdan zərbəni yerinə yetirə bilərlər. Birbaşa rəqib komandanın qapısına vurulan qol hesaba alınır. Zərbələrlə baş verir. Qapıdan zərbədə oyunçu zərbəni yerinə yetirir. Top gedir, daxil olur birbaşa rəqibin qapısına. Top birbaşa rəqibin qapısına daxil olur, qoldur. Qol qeydə alınır. Qapıdan zərbədən oyundan kənar vəziyyət qeydə alınmır. Qapıdan zərbə zamanı ofsayd elə bir qaydamız var. Qapıdan zərbə zamanı oyundan kənar vəziyyət qeydə alınmır. Əgər top zərbəni yerinə yetirən komandanın öz qapısına daxil olarsa, zərbəni yerinə yetirən oyuncu bu topu birbaşa vurur öz qapısına. Birbaşa vurur öz qapısına. Yenə burada qol qeydə alınmayacaq. Artıq o bir ağ formalı oyuncular üçüncü zərbə yerinə yetirəcək. Yəni zərbəni yerinə yetirən zaman oyuncu qapıdan zərbəni birbaşa rəqib qapısına vurursa qoldur. Qol qeydə alınır. Birbaşa öz qapısına vurursa artıq o bir komanda üçüncü zərbə yerinə yetirəcək. Qapıdan zərbə zamanı oyundan kənar vəziyyət qeydə alınmır. Keçək növbəti qaydamıza. Yan xətt. Meydanda dedik 2 dənə yan xətt var. Uzunluğu 90, 120, bir də 105 metr tövsiyə olunan ölçüydür ki, yan xəttlərimiz var. 2 dənə meydanda yan xəttimiz var. Deməli, top yan xəttdən tam olaraq yerlə, hava ilə keçirsə əgər, qapı xəttindən çıxanda 2 hal qeydə alınırdı. Ya qapıdan zərbə, ya da küncdən zərbə. Yan xəttdən isə top meydana çıxanda deməli, bir hal qeydə alınır ki, out. Topu yan xəttdən oyuna daxil edir. Yəni, top yan xəttdən yerlə, hava ilə meydanı tərk edibsə, outdan topu oyuna daxil edir. Yəni, rəqib topu əli ilə oyuna daxil edir. Top bir növ deyək. Burada qırmızı və qara formalı oyuncular var. Top qırmızı formalı oyuncular. Top meydanı çıxıbsa yan xəttdən qara formalı oyuncusu. Qara formalı oyuncudan çıxıbsa qırmızı formalı oyuncusu topu yan xəttdən oyuna daxil edəcək. A komandasından çıxıbsa B komandası, B komandasından çıxıbsa A komandası topu yan xəttdən oyuna daxil edəcək. Deməli, yan xəttdən topu oyuna daxil edən zaman idmançının hər iki ayağı yerdə olmalıdır. Hər iki ayağı. Tullana batmaq olmaz. Bir ayağımı qaldırıb atım olmaz. Sinəmin qarşısına belə atım olmaz. Baş arxasına. Baş arxasından topu yan xəttdən oyuna daxil etmək lazımdır. Yan xəttdən topu oyuna daxil edən zaman rəqib oyuncular topdan ən az 2 metr aralıda dayanmalıdır. 2 metr məsafə olmalıdır. Öz komanda yoldaşım gəlib mənim yanında dayana bilər. Ancaq rəqib oyuncusu, yəni qırmızı formalı oyuncu topu oyuna daxil edir yan xəttdən.
və qara formalı oyunçusu bundan ən az 2 metr aralıqda dayanmalıdır. Yan xəttdən topu mən birbaşa atıram rəqib qapısına. Top gedib rəqib qapısına heç kimə dəymədən, heç kimə toxunmadan rəqib qapısına daxil olursa qol qeydə alınmır. Qol qeydə alınmır. Qapıdan zərbə təyin ediləcək. Topu birbaşa öz qapıma atıramsa, top heç kimə toxunmadan gedib öz qapıma daxil olur və artıq misal üçün mən qırmızı formalı topu attım öz qapıma. Yan xəttdən top heç kimə dəymədən getdi mənim qapıma daxil oldu. Artıq qara formalı oyunçusu mənim qapıma doğru küncdən zərbə yerinə yetirəcək. Rəqib qapısına daxil olarsa qapıdan zərbə, öz qapıma daxil olarsa küncdən zərbə yerinə yetirəcək. Yan xəttdən dedik 2 metr aralıqda durmalıyıq. Bir də burada belə qayda var ki, ümumiyyətcə bu qayda bütün yəni standart vəziyyətlərdən, duran toplardan keçərlidir ki, yəni mən topu atım öz qabağıma, özüm oynayım topla olmaz. Pas verməliyəm. Yəni kiməsə toxunmalı top. Burada topu atım rəqibə dəysin, mən oynaya bilərəm təkrar. Ancaq topu atıram öz qabağıma, özüm təkrar topla oynayım olmaz. Yəni başqa bir oyuncu topu toxunmamış, heç kim toxuna bilməz. Yəni heç kim yox. Başqa bir oyuncu toxunmamış, təkrar mən topa toxuna bilmərəm. Yəni o qayda yoxdur futbolda, keçərli deyil. Yəni istər cərimə zərbəsi olsun, istər kün zərbəsi, istər qapıdan zərbə, istər 11 metrik zərbə, bayaq ona da qeyd etdik. Yəni heç bir halda 2 dəfə oyunçu dalbadal topa toxuna bilməz. 2 toxunur sadəcə. Topu yan xəttdən oyuna daxil edən zaman top toxunmamış, təkrar toxunma olmaz. Deməli, əgər yan xəttdən topu oyna, mən düzgün icra etməmişəmsə, yəni qırmızı formalı oyunçu olaraq topu tullanıb atmışam və yaxud da sinə qarşısına atmışam, xətti tapdı, meydanın içindən atmışamsa, yəni müəyyən olmuş qaydaları pozmuşamsa, yəni yan xəttdən topu oyuna daxil edən zaman artıq o biri komandanın oyunçuları gəlib topu yan xəttdən oyuna daxil edəcək. Yəni out, əl dəyişdirib bildim. Mən səhv etdimsə, o biri komanda yerinə yetirəcək. Topu yan xəttdən oyuna daxil edəcək. Bir də top hardan çıxıbsa, oradan oyuna daxil olunur. Hardan top yan xəttdən çıxıbsa, həmin o yerdən də oyuna daxil olmasın. Yan xəttlər haqqında bu qədər.